Hello! Necəsiz qızlar? Yeni bir tema videosundan hər kəsə salamlar. Gördüyünüz kimi bugün iki böyük bağlamamız var. Aksesuarlar, geyimlər və s. və s. Gəlin birlikdə açaq. Amma ilk əvvəl nə edirik? Kanala abunə oluruq. Bağlamanın biri digərinə nisbətən daha böyükdür. Biz kiçik bağlamadan başlayaq. İlk belə bir məhsulu görürəm. Sadə oxşuyur. Qəşəng görünür. Belə. Çox qəşəngdir. Heç belə qəşəng gələcəyini gözləmirdim. Nə gözəldir. Çox rahat şəkildə açılır. Baxın belə. Olduqca zərif və çox qəşəng görünür məncə. Rəngi gedərmi, getməzmi? Onu uzun müddət istifadə etdikdə bölüşərəm sizlə vloqlarda. Amma belə hələ ki ilkin baxışdan çox qəşəngdir. Uzaqdan da belə görünür. Daha sonra nədir? Bu bildim nədir. Deyəsəm bunu iki rəngin sifariş etmişəm, səhv eləmirəmsə. Bu ilin çox dəbdə olan uzun koftalardır. Necə? Yəni koftadır geyinirsiniz, amma yerindən sürünür. Şalvarla bərabər geyinirsiniz. Yəni çox kağız. Çox xoşuma gəldi. Kombinlərdə çox bəyəndim. Cinslərlə çox qəşəng olduğunu düşünürəm. Və belə bir, bunun başı ayağı hardadır? Hə, başı buradadır. Belə bir kofta. Yəqin ki, üstdən, altdan nə ilə geyinirsiniz, yoxsa belə çöldə qalacaqsınız. Bunun altına nəsə geyinəcəksə artıq bu kofta olmur da, bu kardigan olur. Buna niyə kofta deyirlər ki? Açığı paltarın bu qədər çox xoşuma gələcəyi ağlıma gəlməzdi, amma düşündüyümdən daha çox xoşuma gəldi. Bu arada boyumu və paltarların ölçüsünü soruşanlar olub normal olaraq sifariş etmək üçün. Boyum 1.57-dir, çəkim 54-55 arasında dəyişir. Amma niyəsə adətən həmişə daha uzun göründüyümü deyirlər. Ayaq boyum uzundur deyə elə görünür. Ümumilikdə özümə uzun üstü geyimlərini yaraşdırmıram. Amma bilmirəm, bu yəqin kofta niyyətinə gedir deyə bunu bəyəndim doğrudan da. Bu ilin dəb parçasıdır. Birazdan görəcəksiniz hamının əynində bunu trend olacaq. Qəşəng paltardır. Yəni mən bəyəndim açığı. Belə də göstərim. Yaxından da göstərim sizə. Qolları belə genişlənəndir. Bu genişlənən qol detayını mən çox xoşlayıram. Üst hissəsi də belədir. Və onun ağ rəngində sifariş eləmişdim. Ən məşhur rəngi bu iki rəngi idi. Ona görə ağ rəngində sifariş eləmişəm. Ağ rəngi daha qalındır ondan. Elə görünür. Elə. Amma materialı falan çox qəşəngdir, toxunması və s. Siz nə düşünürsünüz bilmirəm, amma məncə çox qəşəngdir. Yəni çox qəşəngdir. Ağ rəngini qəhvəyidən daha çox bəyəndim. Açıq şəkildəki kimi ağ şalvarla geyindim ki, bəlkə daha yaxşı olar, amma ağ şalvarla məncə çox da qəşəngliyi bilinmədi. İndi bunu cinslə yenidən yoxlayacağam. Elə də baxarıq necə olduğuna. Eyni şeyin sadəcə ağ rəngidir və çox qəşəngdir. Bu arada mən bunu özüm belə açıq qoymuşam. Bunu bura qədər düymələyə bilərsiniz belə. Amma bura qədər düymələməyin bir mənası olduğunu düşünmürəm, nə bilim. İndi bu bir dənə də cinslə yoxlayım, gəlin. Şəklə güvənməliydim, bir bildikləri var imiş. Doğrudan da ağ şalvarla daha yaxşı gedirdi sanki. Belə. Qəhvəyinin cinslə bunu da ağ şalvarla daha çox bəyəndim. Çox qəşəngdir, çox ürəyimə yatdı. Məncə çox şirin koftadır. Bu uzunluğunda. Bunu mütləq alın, çünki bu il çox trenddir. Kəmər seti. Bu bağlamanın içindən çoxlu kəmərlər görəcəksiniz. Çünki Elvin kəmər istədi. Mən də bilmədim hansını bəyənər, nə cür bəyənər. Ona görə bəlkə də bir 10 dənə kəmər sifariş eləmişəm. Hansı xoşuna gəlsə. Başını skoçluyublar deyə belə bir aça bilmirəm. Birdən Elvin bəyənməz, eləməz. Onun başı bu cür qara, özü də belə sadə qara. Bir keyfiyyətli kəmər oxşur, qəşəng kəmər oxşur. Belə bir kəmər. Bu üçünü set halında almışdım. Daha sonra bir dənə də kəmər, bu təkli idi. Bu arada rəylərinizə baxıram, oxuyuram, nəzərə alıram. Hər birinizin yazdığını sifariş edəcəm. Sadəcə mən videoları biraz əvvəldən çəkirəm deyə, yəni sizinkin sifariş edənə qədər biraz vaxt alırdı. Məsəl üçün, indi rəy yazdığınızda 2-3 video sonra sifariş edə bilirəm belə. Və bu da belə, bu hissəsi gümüş rəngdə, dəmirdir bu ara. Bu kəməri mən bir dənə bilmişəm. Əslində bu iki funksiyalı kəmərdir. Yəni başındakı o dəmir hissə çox rahat bir şəkildə fırlanır və iki tərəfli istifadə etmək olar. Bir tərəfi qəhvəyi rəng, bir tərəfi qara rəngdir. Biz yoxladıq, çox əla keyfiyyətli kəmərdir. Elvin də aralarından bunu seçdi elə. Və belə bir çox qəşəng, çox zərif qolbağı var. Çox qəşəng görünür. Oy da belə çiçəkli kimi. Qolbağının açıq bu qədər gözəl gələcəyini gözləmirdim.
Dəhşət. Mənim qolumda biraz geniş görünə bilər qol bağlar. Amma bir dənə nüans qeyd edim ki, mənim biləyim çox nazik biləkdir. Yəni bəlkə də oradan bilinmir. Real həyatda yəni biləyim çox nazikdir. Bunu sizə əminliklə deyə bilərəm. Sizdə bu qədər geniş görünməyəcək. Yəni bu qədər belə sallaq olmayacaq məncə. Belə. Qaşlar çox qəşəng parıldayır. Balaca yarpaq formasında qaşlar ümumiyyətlə çox xoşuma gəldi. Belə də göstərim yenidən sizə. Və bir ton, bu deyəsən sırqadır, amma belə bir kulok sırqada. Oyda. Yox, bu nədir belə? Bu setdir. Həm sırqası var deyəsən, həm sepi var, həm üzüyü var. Birinci sırqalara baxaq. Halqa sırqalar ən sevdiyim. Nədir bu arxasında işin boş kağız. Ən sevdiyim bu burma sırqalardan məndə də var idi, xoşum gəldi. Belə mirvarlı və belə. Bəzən set halına satılanda belə heç harda satılmayan, lazımsız sırqaları qoyurlar. Amma bu sırqalar çox qəşəngdir və günlük həyatda da çox taxılan sırqalardır. Başqa bir sırqa seti. Bu birinə oxşuyur, amma eynisi deyil. Burada daha böyük halqalar var. Baxın bu sırqa. Baxın bu sırqa. Görürsünüz mənim qulağımdakı sırqaya oxşuyur. Və bu H&M-də normalda 10-15 manata, bəzən hətta 20 manata satılan sırqalardır. Sadəcə mən endirimdə almışdım bunu. Hətta mənim kuponum var idi. Mən bunu pulsuz almışdım əslində. Amma yəni normalda 15-20 manata satılan sırqadır. Temuda amma bu setə mən heç 10 manat verməmişəm bəlkə də. Bu arada rəylərdə görürəm, deyirsiniz ki, məsəl üçün qiymətini də yazın və s. Başa düşürəm sizi, qiymətini görmək istəyirsiniz, həmin dəqiqə eşitmək istəyirsiniz linkə girmədən. Amma bir problem var. Temuda qiymət o qədər çox sürətlə dəyişir, ki, məsəl üçün, keçən dəfə mən aldığım o yorğan, bu arada boz yorğandan yatıram, çox qəşəng yorğandır. Mən aldığım o boz yorğan, mən almışdım onu 60 manata. Amma Temuda hal-hazırda o yorğan 35 manatadır. Yəni, qiymət çox sürətli bir şəkildə dəyişir. Gah artır, gah azalır. Ona görə də ən yaxşısı qiymətini öyrənmək üçün onsuz da hər məhsulun linkini yerləşdirirəm. Girsiniz qəşəng linkindən qiymətini öyrənirsiniz. Bir dənə də sırqa seti var. Bunu elə buradan göstərim bu sırqa setin. Sadəcə mirvarilərdir. Çoxlu, hər rəngdən 2 cüt mirvari sırqalar. Və gəlirik üzüklərə. Bundan sonrakılarda setdir deyəsən. Ay, nə şirin üzüklərdir. Birinci bunu belə göstərim. Sonra digərlərini taxım göstərim, çünki çoxdur. Ay, çox şirindir. Davamı da var, üzüklər bitməyib. Ən çox bunu bəyəndim. Yine eyni balaca mirvarlı üzüyü var. Belə. Bayaqki kimi nazik, sadə üzük, bir də belə üzüklər. Belə. Üzüklərimiz də bu qədər. Məncə kifayət qədər çox üzük çeşidi var. Düzdür, belə qeyri-adi, wow üzüklər deyil. Məsələn, mən bunları da Temudan almışdım. Bunlar mənim öz üzüklərimdir. 1-2 video əvvəl almışam deyəsən Temuda. Bunlar kimi belə qeyri-adi üzüklər deyil. Amma belə günlük həyatda taxılacaq, istifadə olunacaq üzüklərdir. Və gəlirik bu setin sonuncusu seplərə. Yəni məncə sepdir qolbağı. Qolbağı da çıxmadı, amma düşünürəm ki, bunlar sep olar. 5 ədəd belə paket var. Sep biraz dandikdir. Belə ulduz boyunbağısıdır. Klonu da belə sadədir, amma əməlli başlı dandikdir. Yəni üfürsəm qaralacaq. Baxın, o cür bir dandiklikdir. Boğazı da belə görünür. Pis görünmür, amma yəni keyfiyyətsizdir. Bu da bunlar yəni bunu mən bir dənə suya salıb çıxarsam bu olacaq qapqara, çox tez qaralan materialdır. Amma yenə də şirindir. Yəni məncə bu qiymətə bu set, yəni qaralmağı normaldır açığı. Baxın belə çox şirin kəpənəkli setdir. Kəpənəyin qaşları da var. Qaşları parıldayır və sepi də belə. Belə bu ikili setdir. Bu qəşəngmiş. Yəni bu da qaralan materialdır, amma belə forması qəşəngdir. Üstdən belə, yəni bir dənə sepdir, sadəcə ikisi birləşikdir. Üstdən 2 dənə halqa, altdan da bir dənə uzun. Belə. Yəni belə görünür. Sepin nə olduğunu başa düşmədim açığı. Çünki burada bağlanan yeri var. Amma birləşən yeri... Benim cahillik.
Bu bunun içindən keçir. Bu şəvə saçlarımla görə biləcəksinizsə. Belə bunu bunun içindən keçirdirəm. Belə bir şey. Belə, bilməm, görünür ya yox. Hə. Yəni, material da pis olduğu üçün artıq qeyri-adiliyinə fikir vermirik. Belə. Qəşəngdir. Belə. Qəşəng görünür əslində bu oyunda. Aksesuar setimiz bu qədər idi. Məncə 3 set sırğa qoymaq əvəzinə onun bir setini qolbaq eləsələr daha yaxşı idi. Və bu qədər çox çeşid qoymaq əvəzinə biraz daha çox keyfiyyətli bir şey qoysalar, o da daha yaxşı olardı. Və siz nə düşünürsünüz bu barədə? Sizcə tək-tək mi almaq yaxşıdır, yoxsa belə set alındı? Burada belə bir jaket var və çox şirin bir jaketdimi, koftamdımı? Artıq nə olduğunu unutmuşam, amma çox şirin bir şey var. Belə bir jaketdir. Çünki qabağımda sadəcə bir dənə ip var bağlamaq üçün. Və növbəti geyim. Məncə heç nə deməyə ehtiyac yoxdur. Çox qəşəngdir, yumşaqdır və çox şirin bir jaketdir. Biraz daha kip otursa əynimə, mən kip şeyləri daha çox xoşlayıram. Daha çox xoşlayardım. Amma jaket üçün məncə əlavə bir sözə ehtiyac yoxdur. Fırlanım. Çox qəşəng jaketdir. Yaxından da göstərim sizə, belə yumşaqdır, qol detalları və buradan bir dənə iplə bağlanan bandikdir. Çox qəşəngdir və yumşaqdır. Yenə kəmər. Mən nə qədər kəmər almışam. Biraz abartmışam deyəsən kəmər üçün. Bu da ikili bir setdir. Bu bayaqkına çox oxşuyur. Neysə, bir dənə belə qara və qəhvəyi kəmər. Bunları tam açmıram. Çünki açığı keyfiyyət baxımından da yaxşı görünürlər. Onsuz da şəkildəki nə etsə ondan eyni gəlib də, yəni. Heç demirsiniz bu qızın saçı niyə görəsən belə şişdi, belə şiş oturub videonun qarşısında. Çünki yenə bir dənə saç məhsulu yoxlayacağıq. İçində az xırda para şeylər qaldı. Ona görə qaldıram yuxarı floku. Bu nədir? Sizcə nədir? Çolka. Bəli, çolka sifariş eləmişəm. Amma bunu indi yoxlaya bilməyəcəm. Çünki saçım belə buruqdur. Belə bir şeydir. Amma bunu saçımı fenləyəcəyik. Birazdan bunun içində bir dənə məhsul çıxacaq. Onunla bərabər yoxlayarıq. Ayda. Dəhşət tük tökülür. Amma material falan çox qəşəngdir, yumşaqdır. Rəngi də mənim saçımla eyni deyil, amma yenə də saçım fenləyəndən sonra yoxlayarıq. Çolkanın videosunu çəkməyi unutmuşdum deyə axşam gələndə ayrıca çəkdim bunu. Ona görə də makiyajımı falan silmişəm və çolka gördüyünüz kimi çox dandik. Yəni dandik deyil əslində. Həqiqətən də material keyfiyyətlidir, tük tökməyini saymasaq. Amma mən heç cür düzəlişdirə bilmədim. Başımda belə ayrıca belə papaq kimi qaldı. Heç xoşuma gəlmədi niyəsə. Halbuki Temu pariklərimi mən çox bəyənirdim, amma ilk dəfə çolka yoxlayırdım. Başqa növlərini də alıb yoxlayarıq. Mütləq görək onlar necə qalacaq. Daha sonra bu da çox maraqlıdır. Bu qolbağıdır, amma şalla bərabərdir. Maraqlı gəldi gözümə. Baxın. Ortasına bir dənə gözüm. Bu nədir? Üzüyü də var imiş içində. Bu heç üzüyün olduğunu bilmirdim. Belə qolbağıdır. İstəsəz şalını çıxardıb ayrı da istifadə edə bilərsiniz. Qolbağısını ayrı da istifadə edərsiniz. Çünki qolbağı şalla bağlamayıb da, yəni adi bir qolbağıdır. Qoluma necə keçəcək? Bu nədir? Yəni bilmirəm, bu şalın buradan sallanmaq xoşdurmu ya yox. Üzüyü də taxam. Bu nədir? Bu əsl göz dəyməyə qarşı, yəni belə baxın. Dəyməsin gözünüz mənə falan. Çox onun kimi. Bu şalın şəkildə daha yaxşı görünürdü məncə. Daha doğrusu şəkildə daha belə səliqəli görünürdü. Şalın bu cür buradan belə sallanmağı heç də xoşuma gəlmədi. Bəlkə şalı belə qoluma bağlaya bilərəm. Baxın belə. Yəni başa düşdünüz nə demək istəyirəm? Belə qoluma belə sarıya bilərəm. Amma yenə də nə bilim, nə gerək var buna? Belə ümumilikdə mən bəyənmədim. Düz mən göz mıncağını çox xoşduram. Məsəl üçün baxın, üzüyümdə də var. Burada balaca. Amma belə göz mıncığı da, yəni balaca, bilinməsin. Yoxsa belə bu boyda yox da. Yəni bunu bəyənmədim mən. Bugün toya da gedəcəm, inanırsınız. Bir Macar və Azərbaycanlının toyuna gedəcəm. Sizcə hansı Macardır, qız yoxsa oğlan? Bu nədir? Baxın bu. Elə toy demişkən, bunun içindən fen çıxacaq. Və ümidvaram ki, bu fen çox-çox yaxşı bir fendir. Yoxsa mən toya gedəcəm. Bu mənim saçımı yaxşı eləmək məcburiyyətindədir. Yəni bu başqa yolu yoxdur. Belə bir fendir. Feni yenə həmişə kimi videonun sonunda yoxlayacağıq. Ona görə də nə edirsiniz? Videonun sonuna qədər baxırsınız. Çox qəşəng səliqəli bir qutusu var. Balaca olduğunu gözləyirdim.
Amma bu qədər balaca olacağını gözləmirdim. Belə daraq formasında bir arxadan reklam keçdi. Daraq formasında bir fendir və saçımızı bilmirəm, sadəcə adam başını yandırar görəsən bu belə eləyəndə. Heç bir fikrim yoxdur. Zaytka nə işləyir? Gəlin bunu zaytkaya taxaq, biz saçımızı fenləyənə qədər. Boy. İşte könlümü aldılar. Bax belə şeylər könlümü alır. İçindən birinə çox şirin daraq çıxdı. Hansı ki şəkildə gəlsən görməmişdim belə daraq olduğunu. Və 2 dənə çox şirin balaca broşka. Belə. Belə aksesuarlar. Kimsə məndən rəylərdə çoxlu aksesuar demişdi və bu da aksesuarlar. Xanım yazmışdım. İhimi brendidir, yoxsa İhumi brendidir. Belə bir brenddən paltarlar. Nə qədərini səbətə atmışam, çünki çox maraqlı gəldi mənə də. Onları da sifariş edəcəm. İndi ağlıma o gəldi. Biri buradan biraz cırılıb qırağa qaçmaq istəyir. Birinci bundan başlayaq. Bunun da sep hissəsi elə keyfiyyətli deyil açığı, amma klonu çox qəşəngdir və çiçəyi fırlanır. Bir dənə bunun klonuna baxın. Göstərəcək sizə özün görək. Baxın, bunun klonuna çox qəşəngdir. Sep hissəsi o qədər də yaxşı deyil, keyfiyyətli deyil. Amma klonu çox qəşəngdir və klonu necə göstərim sizə fırlandığını. Baxın, belə çiçəyi fırlanır. Belə. Çox zərif və incə olduğunu düşünürəm. Yaxası açıq kofta ilə daha yaxşı görünər təbii ki, amma belə də məncə qəşəngdir. Nədir? Bir dənəsinin içindən çoxlu aksesuar seti çıxdı. Çox keyfiyyətsiz bir şey oxşuyur. Nədir? Mən ümumiyyətlə gümüşü, əvvəl gümüşü xoşlayırdım. İndi nə alsam ancaq qızılı alıram, gümüşü heç nə almıram. Çox dandikdir, çox dandikdir. Bu nədir belə? Baxın, belə bir sepdir. Qızıl gül formasındadır. Bu arada mən buna dandik deyirəm, çünki keyfiyyəti pisdir. İndi zövq olaraq sizin zövqünüzə oxşuyursa, bəyənə bilərsiniz, o problem deyil. Sadəcə mənim zövqümə oxşamır. Və deyəsən, burası fosfordur, qaranlıqda işıq saçır. Elə bir şey olmalıdır. Gülün ucu fosfor olmalıdır. Səhv eləmirəmsə, qaranlıqda işıq saçır. Bu da belə bir şey. Qaşları var və kiçik xırdaq mələk qanadına oxşuyur bu. Mələk qanadına oxşuyur. Altdan da belə badamı bir qaşı var. Oyda, nə qədər sep çıxdı bunun içindən. Çox şirindilər, amma keyfiyyətsizlər də. Yəni, bunu biraz daha keyfiyyətli düzəltmək olardı məncə. Bunun belə çəhrayı şirin bir qaşı var. Çəhrayı şirin bir qaşı var ürək formasında, amma yəni, bu indidən qaralıb. Bunu taxan olmayıb, bu indidən qaralıb qaşları falan belə. Hamısının sepi eynidir. Sep hissəsini tək-tək göstərmirəm. Bir klonu var. Bunun klonu nə qəşəngdir. Əvvəl multfilm var idi, Ay Savaşçıları. Sailor Moon, onun klonuna oxşuyur. Çox qəşəngdir bunun klonu, rəngi də qəşəngdir. Belə bir klon, bantik formasında. Yəni də belə bir klon. 7 dənə boyunbağı çıxdı içindən, heç biri o birinə dəymir. Çox pis. Çox pis yəni. Daha sonra, böyle. Şirin bir sepdir. Mən bunu biraz fərqli təsəvvür edirdim. Bu belə görünür, rəngli daşları var. Pis deyil. Mən ümumiyyətlə aksesuarı çox sevirəm və çox işlədən biriyəm deyə. Aksesuara baxanda təxmini bilirəm ki, o qaralacaq ya yox. Ona görə də dəqiq deyə bilirəm sizə. Bu nə qəşəng görünür belə. Çox qəşəngdir. Buna baxın bir dənə. Çox qəşəngdir. Əsl Hürrəm Sultan. Bu arada mən Möhtəşəm Yüzyıldan ötürüb ölürəm deyə. Ona görə tez-tez videolarda Hürrəm Sultanın adını eşidə bilərsiniz. Bu da əsl Hürrəm Sultana yaraşan bir klondur. Sepi yox, sepi onun üçün çox nazikdir. Amma klon olaraq çox qəşəngdir. Bu qədər parlaq qaşları necə edirdi görəsən? Yəni həm fake, amma həm də bu qədər parlaq. Onun da sepi indidən qaralıb. Mənim saçımın dibi kimi. Bayaq ki, yaşıl sepə çox oxşuyur. Amma o fırlanırdı, bu fırlanmır. Yəni, klonu ona çox oxşuyur. Çox qəşəng klonu var. Amma sepi elə indidən qaralıb valla. Bu nədir? Bu qırılıb, yoxsa bu sep deyil, bu birisi nədir? Şahmeran. Mən deyirəm, bu necə bağlar. Yenə sevdim ki sən. Bu ara Röya ilə Zamiqin mahnısı düşüb dilimə. Necə sevdimsə səni. Təbii ki, səhv oxuyuram mahnını, amma bir də Barış Manço'nun mahnısı vardı. Necəydi mahnı? Hey Barış abi, aşk olsun.
Aç qoynuna kuş qonsun. Nəsə belə bir mahnı idi. Belə bir şahmərandır. Amma məncə bu çox. Yəni bu geniş olduğu, mən təkrar deyirəm. Bu sizdə burada qala bilər. Baxın belə. Belə olsa çox daha yaxşı olar. Baxın belə. Sadəcə mənim biləyim çox nazik olduğu üçün bu burada qalmır, düşür və bu boyda uzun şahmaran da məncə yaxşı görünmür, qəşəng görünmür. Amma bunu biraz sıxsam, məsəl üçün, amma bunun bu hissəsi də uzundur. Sıxsam və burada qalsa, bu görüntü daha qəşəng ola bilər sanki. Belə. Bir dənə də aksesuar, maşallah. Maraqlı. Bunu belə göndərəndə, bunu niyə 8-dən kloka bükürsünüzsə? Qəşəngdir. Bu da çox qaşlıdır, amma bu okeydir məncə. Görün nə qəşəngdir, incə zərif. Yoxsa o birisi nə idi belə bu boyda gözmuncuğu. Olduqca qəşəng, zərif və incədir. Bunu çox bəyəndim və mavi qaşları var. Belə, baxın belə görünəcək. Bayaqki qolbağı var idi, ilk açdığımız belə rəngli qaşlı. O qolbağıya set ola biləcəyi bir üzükdür. Çox qəşəngdir. Bu belə, ayda, nə şirin çiçək var bunun üstündə. Uyda, buna baxın. Belə görsəməyəcək, belə göstərim sizə. Çox şirin çiçəklər var bunun üstündə. Baxın, belə xırda. Ay, çox qəşəngdir. Görünür məncə oradan, hə? Düşünürəm ki, görünür. Çox şirindir. Bu belə şeyləri düzəldim, deyim, hə. Üzüyün qaşı çox böyükdür. Wow. Bunu toy hədiyyəsi kimi aparıb taxa bilərəm. Ayda, buna baxın. Nə boydadır qaşı və nə qəşəngdir, parlaqdır. Baxın, belə bir üzük. Açıq bu mənim tərzim bir üzük deyil. Yəni, biraz kobuddur mənə görə. Mən daha incə, zərif üzüklər daha çox xoşlayıram. Rəngli qaşlardan ötürü ürəyim gedir. Söz onda deyil, rəngli qaşlar okey. Amma bunun, baxın, bu hissələrində bu cür belə iri qaşlar olmağı xoşuma gəlmədi. Balaca, nazik qaşlar olsa və bunun ölçüsü də bir damcı daha kiçik olsa daha yaxşı olar məncə. Yanında belə görünür. Bu bağlamanın sonuna gəldik. Keçirik digər bağlamaya. Bunun içində çoxlu paltar var deyəsən. Birinci, çox qəşəng bir ev dəsti tapmışam. Bu, keçən dəfəkindən daha qalın görünür. Keçən dəfəki birisi ki, çox nazik idi. Və keçən dəfəki çox yapışqan idi sanki də. Belə evdə belə olsa, o qədər belə yapış. Nə bilim, məncə evdə daha yumuşaq bir şey olsa. Bu yumuşaqdır. Çox qəşəngdir. Bir də üstün belə koftası var. Həm də jaket kimidir. İstəsəz çox soyuq olsa altından başqa bir kofta geyinib üstdən bunu geyinə bilərsiniz. Yanları da belə əyri kəsim gəlir. Bu beli biraz daha incə göstərir deyə düşünürəm. Və çox şirin bir ev dəsti. Ev dəsti deyirəm, amma məncə bunu çölə də geyinmək olar. Problem deyil. Şalvarı M götürmüşəm. Ona görə kofta da M gəlib dəsti olduğu üçün. Amma kofta S olsa, yəni bir tık belə qalsa, mən üst hissəni dar xoşlayıram, daha yaxşı olar, biraz belə qalır. Amma çox da pis deyil məncə. Əlim niyəsə burada belə kiçik bir deşik axtardı bu barmaqlarımı salmaq üçün. Qəşəngdir, papağı da var. Belə. Nazikdir, yəni tək bununla qışda çölə çıxılmaz. Evdə geyinilər və bu deyəsən dəsti. Kofta ilə yubka dəsti olmalıdır. Ona oxşuyur. Nə qəşəng material var. Bu belə bir koftası var, çox şirin və belə bir ətəyi var. Ətəyi çox iç göstərəndir. Yəni, məncə əməlli iç göstər, amma düzgün iç geyimi ilə bunu həll etmək olar. Koftası çox qəşəngdir, amma təəssüf ki, yubkası haqqında eyni şeyi, ağ corablarım görünür, yubkası haqqında eyni şeyi deyə bilməyəcəm. Materialları qəşəngdir ikisində, çox şirindir, qəşəng görünür. Koftası ayrıca şık görünür. Yəni, bu koftasını cins şalvarla geyinsəz, çox qəşəng görünər. Amma bu ətəyi belə dandikdir. Ətək də biraz belə bir fırfır istəyir sanki. Məncə qarmoşqa olsaydı ətək və ya heç olmasa biraz daha qalın materialda olsaydı daha yaxşı olardı. Bu arada həm ətək, həm kofta iç göstərir. Ətək ümumiyyətlə iç göstərən materialdadır. Düzgün iç geyimi geyinmək lazımdır. Bu da əla, ətək çox pis. Buradan da təkcə alıb ətəyi qaytara bilməyəcəyimiz üçün bunu almırıq. Və kimsə rəyə yazmış ki, Temun qış paltarları çox pisdir. Amma mən düşünürəm ki, yay paltarları daha pis idi. Yəni, mən yayda Temudan, nə bilim, 1-2 kofta bəyəndim ya, yox, qalan çox pis idi. Amma qış paltarları məncə uyğundur, qəşəngdir. Nə qəşəngdir, yumuşaq. Məncə bu üst geyimidir, yəni tək koftaya oxşamır. Və daha şirin bir şeylə qarşınızdayım. Belə şirin bir jaketdir. Açığı desəz, mən bunu geyinmərəm çölə.
Çünki bilmirəm, çox da mənim tərzimi yansıtmır, amma qəşəngdirmi? Qəşəngdir. Materialı yaxşıdırmı? Əladır. Materialı belə yun materialı var, yumşaq. Bunun üzərindəki duruşunu bəyənmədim. Məsəl üçün bütün gün belə dayanmırsınız, heç belə dayananda da super qəşəng görünmür. Qolunuzu falan belə qaldıranda, hərəkət eləyəndə də çöldə yeriyirsiniz falan belə. Tam da o deyil də. Belə şirindir, yumşaqdır, amma nə bilim, çox da wow deyil sanki, hə? Bunları geyinməmişdən əvvəl gərək şəklinə baxım. Keçən dəfə çəhrayı palto kimi bir şey var idi. Onu geyinmişdim və paltonun sən demə üstündə belə boyunbağısı var imiş. Daha doğrusu şərfi də belə boyuna atmaq üçün. Mən də elə bilmişəm ki, nə bilim çoxdan sifariş eləmişəm də. Nə bilim 100 dənə şey sifariş edirəm eyni anda, yadımda qalmayıb da. Elə bilmişəm ki, o kəmərdir. Götürüb sıxıb bağlamışam belimə, belə də dayanmışam, demişəm ki, bu çox pisdir. Kəmər deyil çünki şərfdir. Və bu ara Zara'nın ən məşhur üst geyimlərindən olan təbii ki Temu. Zara'da nə görsə eynisini çıxardır. Kürk. Bu qış hamının nəyində bu kürkü görəcəksiniz. Çünki Zara trendə gətirdi və hamının nəyində görəcəksiniz. Etiketi var. İlk dəfədir görürəm ki, Temuda hansısa məhsulun etiketi var. Normalda heç etiketlə gəlmir. Bu niyə el ölçüdür bəs? Nəysə, amma elə də böyük görünmür axı elə uyğun. Məncə böyükdür. Mən bu niyə el vurmuşam? Solist Aysil birazdan səhnələrə çıxacaq. Tam da o tərzdir. Bu el sifariş etmişəm. Yəqin ki, mən sifariş edəndə ölçüsü yox idi. Mən də sizə göstərmək üçün sadəcə el sifariş etmişəm. Göründüyü kimi əynimə çox-çox böyükdür. Belə boş buraxsam bu cür olur. Amma çox yaxşıdır. Niyə? Birinci əsas məsələ tük tökmür. Normalda bu tərz paltarların Temuda problemi odur ki, tük tökür. Baxın, əlimlə çəksəm belə tük gəlmir. İkincisi odur ki, yumşaqdır. Sizi isti saxlayarmı qışda? O, bilmirəm. Ona əmin deyiləm. Yalan deməyim. Amma ümumi olaraq məncə kifayət qədər əla bir kürkdür. Yəni Zara modeldir demək olar ki, eynisidir. Mən Zara'da da geyinmişəm bunu yoxlamaq üçün. Heç bir fərq hiss eləməmişəm. Bu arada yaxasını açıq qoyanda da xoşuma gəldi. Hətta yaxasını bağlamaqdansa belə açıq qoymaq daha çox xoşuma gəldi. Cibi də var imiş. Əla. Buna xoşum gəldi. Bəs siz ümumiyyətlə kürklər barədə nə düşünürsünüz? Əsl kürk geyinirsinizmi? Yoxsa bunlarla yola verirsiniz? Yoxsa ümumiyyətlə kürk sevmirsiniz? Mən indiyə kimi kürk heç sevmirdim. Amma ara bir fikrim dəyişir. Yun. Bu dondur. Yox, don deyil. Bu da setdir. Bayaqki ağ set bundan daha nazik idi. Bu biraz maloçun rəngdədir. Koftası bunun uzundur. Şortikdir. Bu şortiklə setdir. Ona görə koftası uzundur. Şortikin biraz üstünə düşəcək kofta. Belə çox qəşəng görünür. Düşünürəm ki, qışda. Sadəcə bunun rəngi biraz maloçundur. Mən ağ rəngi olsa daha çox bəyənərdim sanki. Hayallerim parça pinçik. Mən bunu çox fərqli, çox cool təsəvvür eləyirdim. Təəssüf ki, heç elə olmadı. Bunun şortiki biraz daha boş olsaydı daha yaxşı olardı. Yəni belə boşdu, amma yapışmasın da. Və koftası da biraz daha iri, belə şortikin üstünə tökülən bir şey olsaydı. Koftası buna baxın, gəldi belə şortikin üstünə yapışdı. Biraz daha tökülən belə. Nəysə ki, bu heç xəyalımdakı kimi olmadı. Məncə bilirsiniz necə qızlara çox qəşəng yaraşar? Arıq qızlara. Həqiqətən də belə arıq, incə və uzun olan qızlara. Mənim kimi biraz ətlisinizsə, necə deyim, biraz yaxşı görünmür məncə. Açıq mənim belə qırmızı papağım var, eyni bundan, biraz daha qalın. Ayıbdır söyləməsi, qardaşım Parisdən almışdı mən onu. Növbəti videolarda ümumiyyətlə papaq şəfflan vurum, az qalıb vaxtıdır. Materialı da qəşəngdir. Yanına da çönüm, baxın belə. Bu saçlarımla qəşəng yaraşdı, elə bir. Neysə. Bunu bəyənəcəksiniz. Çanta sifariş eləmişəm. Və məncə qəşəng çantadır. Özünün çuxolunda gəlir. Baxın, qəşəng çanta. Həqiqətən də qəşəng çantadır. Baxın, belə çox şirin və çox keyfiyyətli, yəni dərisi, özü çox keyfiyyətli. Temunun çantaları onsuz da həqiqətən də hər dəfə deyirəm sizə, çox keyfiyyətli olur. İçinə milyon dənə kağız qoyublar şux qalması üçün. Məncə bunun ipi də olmalıdır, onu axtarım açığı. İçində. Belə burloku da var. Hətta burlokdakı dovşanın da öz çantası var. Nə şirindir. Ay Allah, gəl burlokunu da taxaq üstünə. Barış abi, aşk olsun, aşk olsun. Belə kəməri taxmıram da, çünki belə əlimdə götürmək istəyirəm. Amma
Hə, belə kəməri var, ayrılana bilən, nazik, qəşəng. Belə taxa bilərsiniz. Mən belə əlimdə belə şık şəkildə götürməyi xoşlayıram deyə kəmərini taxmayacağam. İstəyənlər üçün kəmər də var. Əslində heç toppuş görünməyə ehtiyacı yoxdur. Bunun içinə heç nə qoymasanız da baxın bir dənə belə toppuş görünür. Sadəcə yəqin ki, kargoda əzilməsin deyə bunu belə qoyublar içinə ki, əzilməsin çanta. Könül rahatlığı ilə ala bilərsiniz. 5 ulduz yazıram bu çantaya. Nədir? Şafdır bu. Görək bu nədir belə? Şərfə oxşuyur. Amma əmin deyiləm. Yəqin ki. Nədir o? Bu üst geyimidir, inanırsınız. Amma yəni bildiyiniz elə bir ki şey materialıdır. Belə üst geyim olur. Soyuq olanda üstə atırsınız. Battaniyə deyirik türklər. Yəni yorğan deyil. Sadəcə belə günorta yuxusuna keçəndə üstünüzə belə adi bir şey atırsınız. Baxın, eyni o materialdadır. Bu bilirsiniz nədir? Bakıda, Targovda o restoranlar olur və hamı üstünə bir dənə adyal kimi bir şey atır. Soyuqda, çöldə oturur və üstünə adyal atır. Bu da tam ondandır. Yəni bunun özümü birincisi tülkü kimi hiss edirəm. İkincisi də ki, qırmızı papaq kimi hiss edirəm. Niyəsə elə biləm, qırmızı da papaq taxacam. Belə nənəmə bir səbət yemək aparacam. Belə çox pisdir, yəni çox pisdir. Və bir dənə belə bir şal var. Çox qəşəngdir. Burasında da belə var. Bunu çiynimə atıram, nə üçündür? Şalı çox bəyəndim, çox qəşəngdir. Buradan qəşəng maqnit olmağa yaxşıdır, düymələməyə ehtiyac yoxdur. Belə istəsəz belə açıq da qoya bilərsiniz bu hissəsin. Qara donun üzərindən belə bir şey sadəcə ağlıma gəldi. Və bir dənə belə şirin çəhrayı nələr var? Həm bantiklər, həm qaşlar. Bunlar da üz üçündür. Həm bantiki, həm də qaşı belə üzə yapışdırmaq olur. Məncə çox şirin olar. Üzümdə belə çəhrayı bantiklə xüsusi makyajlarda, parti makyajlarında bağlamanın da sonuna gəldik. Gedirik nə etməyə? Saçımızı fenləməyə. Düşünürəm ki, fen yoxlamaq üzrə ən yaxşı nümunə mənəm. Çünki bu buruq saçları fenləyən fen hər cür saçları fenləyə bilər. Avantajı odur ki, şunursuz işləyir. Yəni harda olsa fenləyə bilərsiniz. Çox kiçikdir, səyahətə özünüzlə apara bilərsiniz. Görək fenləmək necə olacaq. Birinci saçımızı darıyaq, qəşəng. Mən biraz mahnı qoşacağım, belə ürəyim sıxılır. Merinosa döndük. Bundan sonra nə edirik? Saçımı həm istidən qorusun, həm də şişməyinin qarşısını alsın deyə bu John Friedanın serumu ilə isladıram. Max 200-ə qədər qalxır. 200 də pis dərəcə deyil. Sadəcə fikirləşirəm ki, görürsən buna belə eləyəndə başımızın dibi yanar. Hələ 79-da çox gec qızır. Deməli, üzərində yazır ki, tövsiyə edirik ki, isindikdən 5 dəqiqə sonra başlayın istifadəyə. Biz də gözləyək. İsinib, amma 200 dərəcəyə qədər əslində qalxıb, üstündə yazılıb. Amma bu məncə saç fenləməz. Yenə də 5 dəqiqə buna vaxt verək, gözləyək. Bu nədir? Bu nədir? Yo. Bunu boş yerə vaxtımı almayım. Əslində Dyson'dan fenlədiyim saçımı da göstərmişdim sizə. O kadrda hətta sizlə sağollaşmışdım, videonun sonunu çəkmişdim. Amma təəssüf ki, bilmədən o kadrı silmişəm. Eybi yox, burada sağollaşaq yenidən. Fen haqqında danışmağa ehtiyac yoxdur. Məncə görürsünüz, heç bir şey yaramır. Boş yerə buna pul verməyə dəyməz. Bilmirəm 20 neçə manatdır, ya neçə etsə. Lazımsız bir məhsuldur. Burada artıq videonun sonunu çəkirəm. Ümid edirəm videonu bəyəndiniz. Kanala abunə olmağı, rəy yazmağı və mənimlə fikirlərinizi rəylərdə bölüşməyi unutmayın. Hələlik.